Azərbaycanda, ümumiyyətlə bütün dünyada bir maliyyə böhranı yaşanırdı. O cümlədə Azərbaycanda devalvasiya baş verdi, manat dəyər itirdi. Bu zamanda bizim kreditlərimiz var idi. Biz bu anda çox böyük bir problem yaşadıq. Yəni müflis olduq. Bundan sonra biz bir neçə ay artıq işləyən adam, yəni müflis olub, yəni çox çətin bir an keçirdim. Yəni çox uzun çəkmədi. Çünki işi bilirdik ki, hardansa biz lazım olan məbləğlərimizi, pulumuzu qazana biləcəyik. 2015-ci ildə bu bilirsiniz Avropa oyunları Azərbaycanda keçirildi. Mən bir müştəri zəng elədi, bir şirkətdir. Zəng gəldi dedi ki, biz soyuducu konteyner yığmaq istəyirik, soyuducu. Dedi eləyə bilərsiniz, əlbəttə ki, bizim pulumuz olmaya bilər, amma bizim ağlımız, biliyimiz, təcrübəmiz bu yox ola bilməz də. Biz fəaliyyəti yenidən bərpa elədik, şirkət ödənişlərini elədilər, biz başladıq işləməyə. Sonra belə oldu ki, biz bir neçə təklif gəldi. Bu çünki 2015-ci il Avropa oyunları ilə bağlı ölkədə bir iqtisadi proqres yaşanırdı. Biz başladıq müştərilərlə filan danışmağa yenə və gördük ki, yox, feedbacklərimiz, geri dönüşlərimiz var. Soyuducu kuzov sahəsində yox, soyuducu ambar sistemləri ilə daha dərindən öyrənməyə və onlarla əsas ağırlığımızı onların üzərinə verməyə. Türk şirkəti var, Günay Soyutma, onun adını Oğuzhan bəydir. Onlar da yeni inkişafa qədəm qoyurdular. Mən o bir zəngimlə Azərbaycana gəldim. Mən çox təəccübləndim. Dedim, bu necə ola bilər? Bir zəngimlə adam dedi ki, tamam, mən 2 gündən sonra Bakıdayım. Gəldi Azərbaycandan, burada danışdıq, görəcək, dedik, okey, mən sənə məhsul təmin edəcəm, mən sənə göndərəcəm və sən satdıqca ödənişlərini eləyərsən, böyük dəstək oldu bizə. Bu formada biz əməkdaşlarımızı genişləndirdik. Yeni müştərilər qazanmağa başladıq, artıq yeni də pul qazanmağa başlayırıq və 2017-ci ildə yenə də İslam oyunları başladı və onların da bir soyuducu kuratoru biz idik. 2017-ci ildə mənə bir təklif gəldi. Ədliyyə Nazirliyində penitensiar xidmətdən dostlarımızdan biri dedi ki, burada vakant yerlər var penitensiar xidmətdə. Gəl veriyor ora, bəlkə səndə alındı, orada sən işləyə bilərsən. Çox da ümidli də dördüm, yalan deməyim. Amma doğrudan da getdilər orada görüşlərdən və müsahibədən sonra keçdik müsahibədən və başladım dövlətdə işləməyə. Artıq dövlətlə özəl şirkət bilirsiniz, bir yerdə olmaz və İlham Ticarət Sənaye şirkəti yenə də bağlandı. Mən artıq dövlət əməkdaşıyam, dövlət əməkdaşı kommersiya fəaliyyətlə məşğul ola bilməz. Ona görə açdıq digər şirkəti, onu da mən həyat yoldaşımın adı ilə açdıq. Çox böyük dəstək olub mənə əmək fəaliyyətimdə, ona da minnətdaram. Və bunun nəticəsində biz iSchool şirkətimizi, arxasında iSchool şirkətimizi, bugünkü iSchool şirkətinin yaranışı, doğuşu bu formada oldu və biz həm dövlət işini, həm iSchool'un işlərini uzaqdan nəzarət eləyərəkdən, əlbəttə ki, mənim adımda deyil, çünki kommersiya fəaliyyəti olmaz. Bunu bu formada davam eləməyə başladıq.